Paşa bəy, çoxları burada Rusiya barmağı axtarır. Hər nə qədər müqavilə Avropa İttifaqı ilə imzalansa da, Rusiyanın da aydındır ki, bu məsələdə özünün maraqları var. Çünki o bizim Turan dediyimiz coğrafiya Avrasiya kimi baxır. Yeri gəlmişkən Prezident Putinin yanında Avrasiya məsələləri ilə bağlı yenidən bir müzakirələr yenilənir, bir refresh edilir proses. Sizcə burada ümumiyyətlə bir Rusiya-Avropa anlaşması ola bilərmi? Yəni faktiki olaraq bu orta dəhlizdən söhbət gedir. Bu Rusiyaya ciddi bir alternativdir. Avropa üçün isə bu regionda Türkiyənin faktiki olaraq gücünün yüksəlməsi o qədər də arzu edilən deyil. Azərbaycan Qərblə münasibətlərini çox dəqiq bir cizgilər üzərində qurdu və bugün ona görə etibarlı tərəfdaş kimi Ankara tərəfindən bu qədər övülür və həddindən artıq, yəni son günlərdə biz görürük ki, Türkiyə ictimaiyyəti bu məsələyə necə baxır. Azərbaycan etibarlı bir tərəfdaşdır Türkiyə ilə bütün məsələlərdə bir anlaşma, müzakirə mühiti var. İki sualdır əslində bir sualın içərisində. Burada Rusiya varmı və Türk Dövlətləri Birliyi içərisində gerçəkdənmi bir koordinasiyasızlıq bu məsələyə səbəb oldu? Biz əslində keçən həftəki verilişimizdə bu mövzuya toxunmuşduq. Bu barədə danışmışdıq, elə deyəsən təzə baş vermişdi. Həmin gün baş vermişdi. Kəsə deyim, mən düşünürəm ki, Türkiyə ilə həmən addım əlbəttə ki, razılaşdırılıb, ən azı məlumatlandırılıb, deyilib. Amma razılaşdırılmanın müxtəlif formaları var. Bir var ümumi maraqlar, ümumi hədəflər istiqamətində xarici siyasət tam uzlaşdırılır, birgə hərəkət olunur, bir müttəfiqliyə uyğun şəkildə. Bir də var argumentlər, müəyyən deyək ki, argumentlər və çətinliklərin doğa biləcək təhdidlər məsələsi qaldırmaqla Türkiyənin buna razılığı alınır da. Türkiyə başa düşür, anlayışla yanaşır. Ürəyincə olmasa da Azərbaycan da Türkiyədə hər ikisi də yaxşı oldu, siz belə eləyin deyib razılaşırlar. Bu təxminən belə razılaşmadan yəqin ki, söhbət gedir. Amma hər halda razılaşdırılıb, mən belə düşünürəm. Argumentlər bir neçədir. Birincisi ona görə ki, Kiprin bütövlüyü məsələsində elə Türkiyənin də fikri eyni demək müstəvidədir. O cümlədən Kıbrıs türkləri özləri də Kıbrısın birgə bir dövlət olaraq Avropa Birliyinə daxil olmasını istəyirlər, hədəfləyirlər. Yalnız o şərtlə ki, yəni Avropa Birliyinə daxil olunacaq, qəbul olunacaq. Əlbəttə, türklərin də Kıbrısın əsas iki əhalisindən biri kimi etnik, dövlət və milli haqlarının qorunmağı və dövlət birgə dövlət kimi, ümumi dövlət halında, statusunda. Rəsmi olaraq Türkiyə heç vaxt biz mütləq Kıbrısı parçalamalıyıq, birgə ancaq şimal ayrı dövlət olmalıdır deyərək çıxış eləmir. Sadəcə Kıbrısın təhlükəsizliğini təmin edir. Türklərin, yəni faktiki olaraq soyqırımdan xilas olunmuş əhalidir. Kıbrısda soyqırıma uğramışdı türklər. Paşa bəy, çox üzrdən bir fraqmenti soruşum. Hörmətli Pənah bəy dedi ki, Qarabağla bağlı analogiya aparırlar. Analogiya aparılması yerinə düşürmü? Sırf eyni bir məsələ idimi Kiprdə? Yəni etnik təmizləmə... İstəsən analogiya apara bilərsən. Yəni istəsən apara bilərsən. Oxşarlıq, bənzərlik çox idi. Və türklərə qarşı əgər zamanında Türkiyə hökuməti hərəkətə keçməsəydi, elə etnik təmizləmə tam baş vermişdi. Rəsmi Kıbrıs hakimiyyəti, indi Kıbrıs dövləti deyirik, cumhuriyyəti deyirik, amma bu Yunanistandır, Yunanistan dövlətidir. Arxasında Fransa durur, başqa dövlətlər də var. Və kilsə rəhbərliyi eləyirdi, eynən Qarabağdakı proseslər kimi. Başlarında da bir molla dururdu, kilsə bir keşiş dururdu. Faktiki olaraq adanın türk əhalisinə zorla qovulmaqla yanaşı, həm də öldürülürdü. Paşa bəy, mən üzr istəyirəm, daxil eləməyə bilmərəm. Burada əsas ciddi bunun əleyhinə olan argument ondan ibarətdir ki, bu türk əhalisi axı biz çıxırıq, Türkiyə birləşirik demirdi. Faktiki olaraq onu Yunan tərəfi, məsələn biz də Qarabağdan, əgər durub desəydik ki, ermənilər buradan o vaxt mən 80-ci illərdən sizə durur. Ermənilər burada yaşamalı deyil, məsələn, buradan çıxsın
və s. Belə bir şey və s. olmamışdı. Yəni o separatizmi o dövrdə və bu etnik təmizləmə türk tərəfi qaldırmamışdı. Yəni Təbii. Türk Amma bizdə əsas fərq odur təzyiqə uğrayan ki, bizdə tərəf idi, isə bəli. erməni tərəfi bunu qaldırıb. Ermənistan qaldırıb və orada da erməni əhalisindən istifadə olunur. Mən o mənada onu dedim ki, demirəm, formal baxımdan istəsəz tapa bilərsiniz müəyyən. Əlbəttə. Bir çox elementlər razıyam sizlə. Fundamental fərqlər var. Fərqləri də biz Doğru, belə nəzərə doğru, alırıq. doğru. Yəni istəyəndə ümumiyyətlə hər şeydən tutarmaq olur. Bu bir, ikincisi burada bir Türkmənistan, Özbəkistan, Qazaxıstan məsələsinə Pənah bəy biraz da baxmalıyıq. Məsələn, Türkmənistandan biz istənilən adım gözləyə bilərik. Zaten Türk Dövlətlər Birliyinə də gəlib çıxmırdılar. Yox, ondan başqa özəlliklər var da, bu ölkənin xüsusiyyətləri var. Sən onun hakimiyyətindən də, özündən də bir dövlət olaraq istənilən belə nonsens qərarı qəbul gözləyə bilərik. İstənilən o dünyanın bir 2-3 qapalı Yəni inteqrasiyadan irtica israrla üzərində qaçan. tam irtica üzərində qurulan və idarə olunan bir ölkədir. Burada məsələn istənilən bir dövlət məmurunun deyək ki, ilk səviyyələrdə olanda da birinci, ikinci, üçüncü adamın öz şəxsi düşüncəsi, gecə yatıb bir yuxu görməsi, istənilən bir beyninə nə düşsə, o nə addım atsa ata bilər. Yəni orada bir sorğu-sual yoxdur. Ən azı belə olmasa da hamı belə gözləyir və hamı belə ətraf dünya dövlətləri buna belə baxır. Qazaxıstan və Türkmənistan fərqli yerlər. Qazaxıstan və Özbəkistan fərqli bir yerdir. Qazaxıstan daha açıq dünyaya bir ölkədir, azad bir ölkədir. O cümlədən Türk Birliyi, Türk Dövlətləri Təşkilatı ideyasına Azərbaycan və Türkiyədən sonra Türkistanda ən tez qoşulan, ən fəal qoşulan Nazarbayev zamanından söhbət gedir əlbəttə ki. Yəni ideyanın özünün kötüyündən Nazarbayev durur da həm də. Özü çox maraqlıdır ki, bu hadisələrin baş verdiyi günlərdə, yəni Səmərqənd toplantısı keçirilən gündən Qazaxıstanda nəhəng bir Turan festivalı keçirilir. Yəni bir tərəfdən faktiki olaraq Turanla bağlı böyük, nəhəng, özdə möhtəşəm bir kültür sənət bayramı keçirilir. Bir tərəfdən də Turanın faktiki olaraq ideyasına zidd olan addımlar atılır. Yəni Türkmənistan da tamamilə başqa bir şeydir. Özbəkistan tamam fərqlidir. Özbəkistan, Azərbaycan və Türkiyə ilə hərbi müttəfiqdir. Özbəkistanın çox sıx da münasibətlərimiz vardı davamlı. Özbəkistanın ordusu yenidən qurulur və o quruculuğa Türkiyə zabitləri rəhbərlik eləyir. Azərbaycanda olduğu kimi yəni. Müşavirlik və rəhbərlik. Özbəkistan Türkiyə ilə daha sıx inteqrasiya olunmuş bir. Özbəkistan ərazisində Türkiyənin hərbi sənaye kompleksi çox ciddi biznes formalaşıb. Türkiyənin, yəni bütün sistemi faktiki olaraq, yəni biznes öz yerindədir. Qazaxıstanda biznes çoxdur, o bir yerdə də, amma Özbəkistan qədər Türkiyənin birbaşa öz məxfi silahlarının istehsal elədiyi ikinci ölkə yoxdur Türkiyədən başqa.